səhər saatlarında bəlli oldu ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Azərbaycanın Sülh Şurasında təmsil olunması ilə bağlı müraciət ünvanlayıb və dərhal Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama verdi və Azərbaycan prezidentində cənab Trampa cavab məktubu oldu və Azərbaycan öz niyyətini açıqladı. Əslində mən istəyərdim Azay müəllimdən başlayaq bu məsələni. Nədir bu Sülh Şurası və biz orada nə edəcəyik? Biz hansı funksiyanı yerinə yetirməliyik? Bizim üzərimizə hansı vəzifələr düşür? Digər hansı dövlətlər var orada və hansılar yoxdur və yaxud da olmayacaq? Çox sağ olun. Elçin müəllim, məsələ baxanda bu beynəlxalq münasibətlər sistemindən təqdim olunmuş yeni modellərdən biri kimi qiymətləndirilməlidir. Bilirsiniz ki, BMT ümumiyyətlə yaranan zaman onun əsas missiyası o idi ki, qlobal təhlükəsizliyə töhfə versin və dünyada sülhü və əmin-amanlığı təmin etmək üçün bir növ əlaqələndirici rolu oynasın və indiki məqamda biz görürük ki, BMT bunu bacarmır və bugün nə qədər də o belə də o müxtəlif tənqidlərə düçar olsa da, nə qədər təvatürlü prosesin başlanmasında rəvac versə də, Trump bugün, ABŞ-ın prezidenti Trump bugün bu beynəlxalq münasibətlər sistemini yenidən dizayn etməyə çalışır. Və indi mən Qrilyanla bağlı olan məsələni qoyuram bir tərəfə, bu başqa mövzu. Konkret bugün Yaxın Şərqdə dünyanın ən qədim, ən uzun müddətli bir münaqişəsidir. Bəzən bunu sivilizasiya arası münaqişə də adlandırırlar. Məhz Fələstin və İsrail münaqişəsinin həlli ilə bağlı çox unikal bir model hazırlayıbdır. Sülh Şurası altında dünyanın aparıcı ölkələrinin rəhbərlərini bura dəvət edibdir. Və çox sevindirici haldır ki, Azərbaycan məhz qurucu, təsis edici, yaxud da ilk bu prosesin başlanğıcında olan bir ölkə olaraq dəvət olunubdur. Bu çox ciddi bir məsələdir. Bir orada müxtəlif statuslar var. Qoşulu status var, sonradan qoşulma məsələlər var və s. Nə olmayan iyerarxiyasına toxunmaq istəmirəm. Bu nə özündə etibar? Birinci, ondan xəbər verir ki, bugün doğrudan da Azərbaycanın dünyada oynadığı rol, qlobal gündəlik formalaşmasında iştirakı ABŞ prezidenti tərəfindən qəbul olunur. İkinci, bu deməkdir ki, Azərbaycan konkret olaraq sülh gündəliyi, sülh quruculuğu təcrübəsi, bayaq biz toxunduq, deməli, insan qardaşlığı mükafatının təsis olunması, prezidentimizə verilməsindən bağlı olan müddəaları bir də xatırlatmaq istəyirəm ki, orada nə deyildi? Azərbaycanın sülh gündəliyi bugün dünya üçün bir nümunədir. Və burada söhbət təkcə bu bir neçə söz birləşməsindən getmir. Sözün əsl mənasında bugün Azərbaycanın təcrübəsi var ki, müxtəlif bayaq qeyd etdiyi etnik qruplar, müxtəlif konfessiyalar necə birgə yaşaya bilərlər? Bu təkcə söz birləşməsindən bəyanatlarla bu sülh yaradılmır. Ona görə ikinci əsas səbəb odur ki, Azərbaycan məhz öz təcrübəsini bölüşə bilər. Üçüncü, təhlükəsizlik məsələsi. Bugün bilirsiniz ki, Azərbaycan dəvət olunub ki, Qəzzada müəyyən sülh yaratma missiyasında iştirak etsin. Baxmayaq ki, Azərbaycanın bununla bağlı ciddi sualları var. Bu missiya necə həyata keçiriləcək, bunun mandatı nədən ibarət olacaq, BMT Təhlükəsizlik Şurasının qətləməsi varmı, yoxmu və s. Amma mənə fakt özü maraqlandırır. Bizi faktın özü maraqlandırır ki, artıq Azərbaycan bura oyuncu kimi dəvət olunur. Azərbaycan bura artıq müşahidəsi kimi deyil, sülh prosesini quran, yaradan bir ölkə kimi dəvət olunur. Əgər biz düşünsək ki, Allah bunu geniş şəkildə fikirləşək ki, əgər bu gələcəkdə dünya nizamının formalaşması üçün yaradılan institutlardan biridirsə və indi məsələn ABŞ administrasiyasının nümayəndələri bəzən deyirlər ki, bu hətta BMT-ni əvəz edə biləcək bir arxitekturdursa, arxitektur nümayəndəsi, arxitekturanın bir nümunəsidirsə, belə bir institutun bir təzahürüdürsə, məhz ilk olaraq qurucu üzv kimi Azərbaycanın iştirak etməsi çox önəmlidir. Burada bir haşiyə çıxaraq, burada bir Türk dünyasında roluna mən burada müəyyən toxunmaq istəyirəm. Fikir verirsinizsə, bu təklifləri qəbul edən ölkələr arasında Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan ilk yerlərdədir. Mənə belə gəlir ki, bu özü bir də onu göstərir ki, bugün Türk dünyasının, Türk Dövlətlər Təşkilatının məhz bir qurum olaraq, bir ölkələrin necə deyərlər yaratdığı bir bildi olaraq bu prosesdə iştirakı və çox böyük töhfə vermə imkanı var. Ona görə də mənə belə ki, Azərbaycan prezidentinin bugün cənab Trumpa göndərdiyi razılıq məktubunda biz yüksək səviyyədə qiymətləndiririk və bu onu göstərir ki, həm də Azərbaycan prezidenti ilə ABŞ prezidenti arasında çox gözəl dialoq mühiti var və onlar bir-birini həyata keçirdiyi layihələri tam şəkildə dəstəkləyirlər
və bu gün həmin o təklifin Azərbaycana irəli sürülməsi həm də Azərbaycana Amerika arasındakı olan o strateji tərəfdaşlıq gündəliyinin formalaşmasındakı olan siyasi iradənin bir daha təzahürüdür. Ona görə də strateji tərəfdaş olaraq hesab edirəm Azərbaycan ABŞ-dan birlikdə bu missiyada çox uğurla iştirak edə biləcəkdir. Biz birinci bilməliyik ki, Trumpın niyyəti burada nədir? Yaxşı sual. Bu çox önəmli məsələdir. Birinci, Trumpın bilirsiniz ki, Trump müxtəlif münaqişələrin həllində aparıcı rol oynadığını qeyd edir və ən azı bizim maraqlarımız baxımından biz bunu qəbul edirik və yeri gəlmişəm mən deyim ki, şəxsən Trumpın bütün bu beynəlxalq münasibətləri, beynəlxalq o tərkib arxitekturası baltalanmasından baxmayaraq, bugün Azərbaycan milli marağına çıxış etsə, Trumpı biz dəstəkləyirik və doğrudan da Azərbaycana bizim bölgəyə çox böyük bir fayda gətirdiyini düşünürük. Amma burada niyyət nədir? Birinci niyyət odur ki, bilirsiniz, bu bayaq qeyd etdiyim İsrail-Fələstin münaqişəsi o qədər köklərə malikdir. Orada o qədər oyunçular var ki, orta şərq o qədər qarma-qarışıq bir regiondur ki, burada bəzən regiondan kənarda olan oyunçuların elə bir pozisyon mövqeləri var ki, onları proqramlaşdırmaq və qarşısını almaq çox çətindir və təsadüfi deyil ki, hətta Rusiyanın da belə ABŞ prezidenti həmin o sülh şurasına dəvət edibdir və yeri gəlmişkən bir bəzi ölkələri imtina etməsinin səbəblərindən biri də buydu ki, onlar niyə Rusiyanı dəvət etmirsən deyə biz ora dəvət olmuruq. Düzdür, orada 1 milyard dollar və qeyd etdiyimiz kimi növbəti 3 il üçün əgər üzürlüyünü o təsisçi üzrünü uzatmaq istəyirsənsə 1 milyard dollar vəsait ödəməlisən prinsiplərdir. Ondan bir başqa məsələ. Amma niyyət nədir? Niyyət ondan ibarətdir ki, bəli, 20 bəndlik bir sülh paketi hazırlanıbdır. Yəni sülhün əldə olunması üçün, münaqişə həlli üçün 20 bəndli bir razılaşma paketi demək qəbul olunubdur. Bu paketin həyata keçirilməsi, bu anlaşmanın icrası çox çətindir. Bugün Hamasla bağlı olan münasibətlər, hətta ərəb Hamasın silah yerə qoymamağı, baxmayaraq ki, Hamas bugün çox ciddi zərbə aldı və s. Bu hələ tam olmuyordur. Bugün Ukraynadakı olan danışıqlarda ki, bugün Trump uğursuzluğa düçar oldu. Bugün bir çox münaqişələrlə bağlı ki, onun həyata keçirməsini planla həyata keçirmədi. Ona görə də Qəzza məsələsində ən azı beynəlxalq güc mərkəzlərini, qlobal güc mərkəzlərini bu araya, bu masaya yatırtmaqla, dəvət etməklə bu problemə onların töhfəsini vermək, həll etməsidir. Birinci əsas məqsəd, əsas bunların qarşısına qoyduğu məqam odur ki, bu Qəzza problemi, ümumiyyətlə bu İsrail-Fələstin münaqişəsi həll olunsun. Bu da tək başına edə bilməz. Baxın, Qəzzanın deyirlər Fələstinlə oradan köçürülməlidir, 3 milyon əhəli, nə bilim, başqa yerlər məskunlaşmalıdır. Trump onu demişdi əvvəllərdə. Gör, nə qədər 6 ay ərzində Trumpın nə qədər ritorikası dəyişdi. İndi isə, bəli, əsas məsələ odur ki, həmin Qəzzanın, deməli, burada sual var, açar sual var. Qəzzanın idarəçiliyi kimdə olacaq? İkinci, kim bura yatırım yatıracaq? Vəsait qoyacaq Qəzzanın tikintisi üçün, bərpası üçün. Çünki Trumpın beynində olan model budur ki, Qəzza olunmalıdır barış və sülh məkanı. Orada hər hansı bir qarşı durma, terrorçu qrupların yerləşməsi olmamalı. Yəni, təxminən bu tərəfin Dubayı, yəni bu istiqamətin Dubayı. Çünki bəli, dəniz sahilində yerləşir, müəyyən infrastrukturu var və s. İkinci, bunu kim idarə edəcək? Siz görürsünüz ki, orada artıq bütün idarəçilik sülh şurasının üzərinə qoyulur və orada da müəyyən deyək ki, alt qruplar və icraçı orqanlar falandan yaradılır. Keçmiş Britaniyanın baş naziri Tony Blair, yaxud da Marco Rubio indiki departament deməli Xarici İşlər Naziri, yaxud da dövlət katibi və s. Bütün bunlar hamısı sülh şurasına kim sədrlik edəcək? Trump sədrlik edəcək. Əsas önəmli olan məsələ Trump özü sədrlik edəcək. Bəli. Amma məsələ odur ki, Sahib müəllim, bu indiki dövrdə bu keçid mərhələsi üçün bir testdir. Əlbəttə ki, biz başa düşürük ki, yəni burada uğurlu olsa BMT-yə çevriləcək. Ümumiyyətlə Çin razılaşacaqmı ki, Trump sədrlik etsin? Mən ona görə deyirəm. Kim sədrlik edəcək? Məsələ burasındadır ki, Sahib müəllim, orada maraqlı bir sistem yaranır. Trump özü müəyyənləşdirir. Hara kim özünü təyin edib sədr, qurucu ölkələrin siyasətini təqdim edibdir. Onların bəzəyi burada artıq oyun qaydaları bir tərəfi şəkli müəyyənləşdirir. Amma burada məsələ nədir? Geosiyasi maraqlar imkan verəcəkmi ki, Amerikanın prezidentinin bu niyyəti həyata keçsin? Bəli, Çin burada əlbəttə ki, maraqlı deyil. Rusiya əlbəttə müxtəlif səbəblərə görə, Ukrayna məsələsinə görə diqqətin bu problemlərdən yayınması üçün ola bilsin ki, imitasiya olsa, orada olsa, amma reallıqda orada rəqiblərdir. Doğrudurmu? Əlbəttə, yox. Rusiyanın əlbəttə ki, rıçaqları var. İsrail məsələsində, Fələstin məsələsində. Ona görə də biz buna hələ ki bir
necə deyirlər, test kimi baxırıq. Niyə bu məsələyə bu qədər ciddi yanaşıram? Ona görə ki, əgər bu modeldə də o sülhü gətirə bilməsə, bu məsələdə artıq Amerikanın rolu sıfırlanacaq. Çox güzəştə getmədimi Amerika Türkiyəyə? Yox, güzəştə, bilsin deyə güzəştə getdi. Əlbəttə çox güzəştə getdi. Nəyin əvəzində? Deyim sizə nəyin əvəzində? Yəni əvəzinə nə istəyəcək? Amerika Birləşmiş Ştatları Suriyada olan YPG, PYD, nə bilim, bunlar müxtəlif adlarda PKK-nın müxtəlif qollarına 10 illiklər boyu vəsait vermiş, onları silahlandırmış və onları təlimatlandırmış, yəni təlimə cəlb etmişdi. Birdən-bir Amerika bundan imtina etdi. Səbəb odur ki, bugün Qəzzada, Yaxın Şərqdə, İsrail-Fələstin münaqişəsinin həllində Türkiyə aparıcı oyunçudur. Bəli. Bugün Türkiyənin bu məsələdə razılığını almaq üçün Amerika nədənsə geri çəkilməlidir. Amma Rus Türkiyədə açıq şəkildə deyir, sən istəyirsən Qəzza məsələsində mən sənin tərəfdaşın olum, partnyorun olum, bu məsələdə sənin dəstək verim, hansı mənim də marağımdadır. Onda sən də mənim həyati əhəmiyyətli, milli təhlükəsizliyim üçün təhdid olan Suriyadakı olan qanunsuz qruplaşmalardan dəstəyini çək. Və nəticədə nə oldu? Suriya milli ordusu... Yəni, əvəzində mən nə inəyəcəm bəs? Türkiyə nə inəyəcək? Əvəzində Qəzza prosesində Amerika Birləşmiş Ştatlarına dəstək verəcək. Onsuz da verirdi. Yox, bu formada vermirdi. Siz bilmirsiniz ki, Həmasın tərkisdə olunmasından bağlı razılaşmada Türkiyə, Qətər nə qədər aparıcı rol oynadı. Əgər Türkiyənin orada dəstək olmasaydı... Amma Şərm-əl-Şeyxdə razılaşmış kimi göründülər. Oldular da. Axı, ondan sonra Trump belə bir söz dedi ki, mən bir şey xahiş eləmişəm cənab Ərdoğandan, yəqin ki, onu da eləyəcək. Yox, indi onun iki tərəfli münasibətlərinin hansı xahişdə olub biz onu bilə bilmərik. Amma biz proseslərə qiymət verməliyik, elə deyilmi? Proses nədən xəbər verdi? Həmin ərəfədə Amerika Birləşmiş Ştatları xatırlayırsınızsa, çox ciddi diplomatik trafik artdı. Marco Rubio'nun səfəri, Fidanın Amerikaya səfəri, dövlət başları arasında olan müzakirə nədən xəbər verirdi? Həmin o Şərm-əl-Şeyx görüşünün təşkil olunması, Türkiyənin orada siz gördüyünüzdə orada imza atan ölkələrdən biri oldu. Həmin sülh sazişinə, razılaşmaya imza atması və həmin razılaşmanın məhz Fələstin tərəfindən, Hamas tərəfindən qəbul edilməsində Türkiyə aşar rol oynadı. Onun da müqabilində əlbəttə ki, Türkiyə üçün həyati əhəmiyyətli məsələdir Suriya məsələsi. Belə bunu obrazlı desək, azadlıq predmetinə çevrildi və Türkiyə burada qazandı. Çünki Türkiyə bilirsiniz... Yəni, başqa bir şərt yox. Yox, məncə yoxdur. Türkiyə 2012-ci ildən nə qədər böyük əzəbəziyyət çəkir. 4-5 milyon Suriyalı qaçqınlara ev sahibi etdi. Bu qədər vəsait qoydu. Təsəvvür edin ki, onun bu projesi əgər iflasına uğrasaydı, görün, indiyə qədər o qədər qoyulan sərmayələr, o iqtisadi kapital, siyasi kapital heç olmuş olardı. Ona görə də bugün Suriyada öz hegemonluğunu, özünün müəyyən etdiyi planı həyata keçirmək üçün Türkiyə çox uduşlu bir vəziyyətdədir. Və əlbəttə bu təqdir olunmaz. Çünki Azərbaycan Suriya, Azərbaycan qazının nəql olunması da Türkiyə-Azərbaycan əməkdaşlığının bir nümunəsi. Təbii, aydındır.